Hər kəsə salam əziz tələbələr, mən Ziba Süleymanlı EFSA Akademiyada sonuncu dəfə keçirilmiş ümumi sınaqdan olan informatika suallarının izahına baxmış olacağıq. Birinci test tapşırığına baxırıq. Sistem proqram təminatına aid olanları seçin deyir. Proqram təminatını keçəndə qeyd etdik ki, biz proqram təminatı özü 3 yerə bölünmüş olurdu. Sistem proqramları, tətbiqi proqramlar və instrumental proqram təminatı. Mən indi baxıram ki, variantlardan hansı sistem proqram təminatına aid edilmiş olacaq. Case texnologiyaları dedik ki, tətbiqi proqram təminatına aiddir. Buradan variantları çıxdıqca biz aşağıda da variantları çıxırıq. Avtomatik olaraq fikir veririksə, A, Y və C variantları bizdə getmiş olacaqdır. Antiviruslardır. Daha sonra əməliyyat sistemləridir. Buradan elə görürəm. Əməliyyat örtükləridir. Bizdə hara aid ediləcək? Deməli, sistem proqram təminatına aid edilmiş olacaq. Həmçinin də arxivatorlar. Deməli, cavab variantım nə olacaq? 2, 4, 6, 7. Yəni, D variantı olmuş olacaqdır. Burada kompilyator və interpretatorlar proqramlaşdırma vasitələri sayılmış olur. Baxırıq ikinci test tapşırığına. Göstərilən əmr və düymələr hansı lent tabı və lent qruplarında yerləşmiş olacaqdır? PowerPoint ilə bağlı suallardır. Bu deməli bizdə harda yerləşəcək? Ümumiyyətlə yadımıza salırıq. Slaydları hardan əlavə edirdik? Bir Home tabından əlavə edə bilirdik slaydları. Bir də Insert tabından əlavə edirdik. Baxıram ki, variantlarımda sadəcə Home yerləşir. O da olacaq nə? A variantı. Baxırıq, gəlirik PowerPoint-a bura. Slaydları biz Home tabından, həmçinin də Insert tabından slaydları əlavə etmiş olacaq. Deməli, burada oldu nə? A variantı. Baxırıq üçüncü test tapşırığına. Aşağıdakı IP ünvanlardan hansı düzgün verilməmişdir? IP ünvanları özləri 4 hissələrdən ibarət olur. Və bizim əsas strukturumuz nə idi? IP ünvanlarının yazılışında 4 hissədən ibarət olmalıdır və intervalımız 0 ilə 255 arasında dəyişməlidir. Baxıram ki, həmin intervalı aşan sadəcə bir variantımız, o da nə olacaq? Deməli, C variantı olmuş olacaq. Burada fikir verirsə 298 yerləşmiş olur. Yəni, nöqtələr vasitəsilə ayrılır. Bəzən olur ki, məsəl üçün, burada ola bilər nöqtə və yaxud da başqa yerdə ola bilər. Bunlara da diqqətli formada baxmış oluruq. Dördüncü test tapşırığına baxırıq. Alqoritmin aşağıdakı fraqmentinin yerinə yetirməsindən sonra C dəyişəninin qiyməti nəyə bərabər olmuş olacaqdır? Deməli, indi baxırıq bizdə alqoritm hansı struktura malikdir. Bizə verir. A-ya dəyər verib 5 qiyməti, B-yə verib 7 və deyir ki, A B-dən böyükdür. A B-dən böyükdür, yəni 5 7-dən böyükdürmü? Baxıram burada 5 7-dən böyük deyil. 5 7-dən böyük deyilsə, mən hara gələcəm? Buradan da 7-ni yazaq demişkən. 5 7-dən böyük olmadığı üçün, deməli, hara gəlirik biz? Yox qoluna gəlir. Yox qoluna gəldiyim zaman hansı verilənləri yerinə yetirəcək? B bərabərdir 2 vurulsun A. Burada artıq mən B-yə yeni qiymət verəcəm. B-im nəyə bərabər olacaq? 2 vurulsun A-ya. A-nın qiyməti nəyə bərabər idi? Məndə 5-ə. Yəni 2 vurulsun 5, məndə B-nin qiyməti 10-a bərabər olmuş olacaqdır. Bunu tapdım. Sonra gəlirəm buradan, düşürəm aşağı. C də nəyə bərabər olacaq? A plus B-yə. Deməli, C də bərabər olacaq. Buradan yazırıq. A plus B-yə. B-nin artıq yeni qiyməti var. Bizdə yeni qiymətini götürürük. 10 plus nəyə? A-ya. A-nın da qiyməti nə idi? 5. 10 plus 5 mənə deməli 15-i vermiş olacaq. Bu da oldu nə bizdə? D variantı. Baxırıq növbəti test tapşırığına. 5-ci test tapşırığına baxırıq. Element bazaslarına əsasən elektron hesablama maşınlarının inkişaf tendensiyasının ardıcıllığını göstərin deyir. Elektron hesablama maşınlarını 4 nəslə bölürdü. Birinci nəsildə lampalardan istifadə edilirdi. Daha sonra ikinci nəsildə, birinci nəsildə deməli lampalardan istifadə edilirdi. Daha sonra baxıram, tranzistorlar və diodlardan ikinci nəsildən istifadə edilməyə başlanıldı. Və getdikcə inkişaf etməyə başlayırdı. İntegral sxemlər və daha sonra çox böyük integral sxemlər olmuş olacaqdır. Baxıram 2, 4, 1, 3 hansı varianta uyğun gələcək? O da olacaq bizdə nə? B variantı. Baxırıq deməli 6-cı test tapşırığına. Hansı diapazonda 12 xana var deyir. Deməli gəlirdik xanamızı, sətrimizi, sütunumuzu necə tapırdıq? Deməli gəlirdik burada baxıram. Bizdə sütunlarımız nə ilə işarə edilirdi? Hərflərlə. Sətirlərimiz də bizə rəqəmlərlə işarə edilirdi. Mən gəlib buradan xanamı tapıram. Xana nəyə bərabər idi? Sətirlə sütunun kəsişməsinə yaranır. Yəni sətirlərimin sayını sütunlarımın sayına vurub mən burada xanamı tapmış olurdum. A-dan B-yə bir gediş var. Deməli bir dənə sütunum var. Sətrim nə qədər olacaq? Böyükdən kiçiyi çıxırdıq, üzərinə 1 gəlirdim. 2-dən 1-i çıxacam 1, 1-in üstünə də 1 gələcəm, mənə 2 verəcək. Deməli 1 vurulsun 2 mənə 2 vermiş olacaq.
Məndən nəyi soruşur? 12 xana var. Burada deməli 2 xana var. Bunu çıxdı. Sonra gəlirəm növbəti hissəyə. B-dən D-yə neçə gedişim var? B, C, D. Deməli 3 gedişim var. Nə qədər oldu? 3 dənə sütunum var. Sətrimin sayı nəyə bərabərdir? Böyükdən kiçiyə çıxırdıq, üzərinə 1 gəlmiş olurduq. 5-dən 3-ü çıxacam, 2, 2-nin üstünədir. 3 gələcəm. Deməli 2-nin üstünə də daha doğrusu 1 gələcəm. O da məndə nəyi verəcək? 3-ü verəcək. 3-ü də vuracağıq nəyə? Sütunumun sayına. Sütunum da 3 idi. O da mənə nəyi verəcək? 9-u vermiş olacaq. Burada da uyğun gəlməyəcək, çünki məndən 12 xananın olduğunu soruşur. Baxıram C variantına. A-dan D-yə neçə gedişimiz var? A-dan D-yə yenə də sayırıq. A, B, C, bir də D. Nə qədər oldu? 4 gedişimiz oldu. Sütunun sayı oldu 4. Sütunumu tapdım. Sonra gəlirəm sətirlərimin sayını tapmağa. 6-dan 3-ü çıxacam. 3. 3-ün üstünə də 1 gələcəm. 4. 4 dəfə 4, 16. Bu da eləməyəcək. Sonra gəlirəm yenə bu hissəyə baxıram. Deməli, A-dan B-yə neçə gediş var? 1. 6-dan 3-ü çıxacam. 2, 3. 3-ün üstünə də 1 gəlirik. 4. 4 vurulsun 1 mənə 4-ü verəcək. Burada da deməli D variantını da çıxırıq. Baxırıq Y variantına və cavabımız Y olacaq. Çünki digər variantlar uyğun gəlmir. A-dan C-yə neçə gedişimiz var? A, B, C. 3 gedişimiz var. Yazdım bura 3-ü. 5-dən 2-ni çıxırıq. Böyükdən kiçiyi çıxırıq. Yəni buradakı 5-dən 2-ni çıxacam. Nə edəcək? 3 plus 1, 4. 3 vurulsun 4 də mənə nəyi verəcək? 12-ni elə vermiş olacaq. Elə sonuncu hissədə elə bizim düzgün cavabımız gizlənmişdir. Deməli, 7-ci test tapşırığına baxırıq. Buradan bizdən nəyi soruşur? Uyğunluğu müəyyən edilir deyir. Burada şəbəkələr ilə bağlı bir sualdır. Modem, router və bridge körpüyə aid olan variantları seçmiş oluruq. Modem nədir bizdə? Deməli, modem nə olacaq bizdə? Dedik ki, rəqəmsal informasiyalar telefon xətləri ilə ötürülən siqnallara və tərsinə çevrilməsinə təmin edən qurğu idi. Demişdik ki, modem çevirici qurğu idi. Bunu artıq biz deməli, texniki təminatı da qurğuları keçəndə qeyd etmişdik ki, deməli, modem çevirici qurğudur. Çevirici qurğuydu. Artıq məncə bunu bilməyən yoxdur. Deməli, 1-ə B variantı gedən ilə bir variantımız var. O da olur C variantı. Gəlin ona baxmamışdan əvvəl digərlərinə baxaq. Router nə olacaq? Şəbəkə səviyyəsində işləyən paketləri bir şəbəkədən digərinə ünvanlayan qurğu bizdə nə olmuş olacaq? Router olmuş olacaq. Növbəti hissə bizə nə olacaq? Bridge körpünü soruşur. Körpü də buradan gördüyümüz kimi müxtəlif topologiyalı, lakin eyni protokola malik olan lokal şəbəkələri birləşdirən qurğular olmuş olacaq. Deməli, bridge körpünü alacaq, müxtəlif topologiyalı olacaq, lakin eyni protokola malik olmuş olacaqdır. Bu da nə olacaq? 3-ə D variantı getmiş olacaq. Cavabımız nə oldu deməli? C variantı uyğun gələcək. Baxırıq 8-ci test tapşırığına. Verilmiş baza strukturunda yazı anlayışı nəyi bildirirdi? Deməli, verilənlər bazası ilə bağlı belə bir sualdır. Yazı necə olacaq? Bunu necə yadınızda saxlayırsınız? Yazı bizdə sətr ifadə edir. Gəlin bunu qeyd edək. Daha sonra bunu necə yadınızda saxlaya bilərsiniz? Sətirlərim, əgər sətr nə idi bizdə? Bu hissələr sətirlər idi. Yəni Excel-də də yadınızda saxlamısınızsa, 1, 2, 3 həmin bu adlandırdığımız hissə bizdə sətirlər idi. Bu yuxarıda olan hissələr, yəni bu A, B, C formatında olanlar isə bizdə sütunlarımız idi. Nə qədər cədvələ bənzəsə də, siz təsəvvür edin ki, bu bir cədvəldir. Deməli, gəldik burada A, B, C-lərimizi yazdıq. Deməli, mən bunları yazandan sonra nə izah etmək istəyirəm? Sətr dedim. Sətr həmçinin yazı deməkdir. Bunu necə yadınızda saxlayırsınız? Deməli, sətrim tam şəkildə dolur. Nə ilə? Yazı ilə dolacaq da. Deməli, cüzdəlik sütunda da yazı ilə dolur, amma biraz məntiqlə bu şəkildə düşünmək olar. Deməli, sətr, həmçinin yazı, başqa nədir? Adı necə olacaq? Kortej. Kortejdə R hərfi var da. Həmçinin deməli, sətrdə də R hərfi olmuş olacaq. Belə yadınızda saxlayırsınız. Sütun nə idi bizdə? N ilə qurtarırdı. Onu da domen olaraq yadınızda saxlamış olacaqsınız. Bu şəkildə də bu ipucunu yadınızda saxlaya etmək olmaz. Demişdik ki, iş vərəqinin adında hansı işarələrdən istifadə etmək olmaz? Ümumiyyətlə iş vərəqlərini Excel-də iş vərəqlərini adlandırarkən maksimum neçə simvoldan istifadə edə bilərdik? Bunu da yadımıza salırıq. Maksimum deməli 31 simvol ola bilər iş vərəqlərində və iş vərəqlərini adlandırarkən biz həmin bu transkript işarəsindən istifadə edə bilmirdik. Bəs faylları adlandırarkən hansı simvollardan istifadə edə bilmirdik? Bunu da siz gəlin elə demişkən mən də burada qeyd edim. Deməli, faylları adlandırarkən biz böyükdür, kiçikdir, sonra slash işarələri idi, hansı slash işarələri idi, tərs slash işarələri idi, faylları adlandırarkən istifadə edə bilmirdik, fayldır, qovluqlardır. Sonra hansı işarələr idi? Ulduz işarəsi idi, istifadə edə bilmirdik. Sual işarəsi idi, istifadə edə bilmirdik. Nə qədər burada yazmağa çalışsam da dedikcə başa düşürsünüz nə dediyimi. Daha sonra dırnaq işarəsi də istifadə edə bilmirdik. Transkript işarəsi idi ki, istifadə edə bilmirdik. Burada hər şey dedimmi? Düz slash işarəsidir. Ulduz işarəsidir, sualdır və nida işarəsindən istifadə edə bilmirdik. Bunları da deməli yaxşı-yaxşı yadımızda saxlamış oluruq. Deməli, növbəti test tapşırığına keçirik, baxırıq. Nöqtə ki, deməli istifadə edə bilmirdik.
Deməli, növbəti test tapşırığına baxırıq. Deməli, 10-cu sualdır bizdə. Pəncərənin sol kənarında slaydların kiçik eskizlərinin görünməsi hansı görünüş rejimində baş vermiş olacaqdır? PowerPoint 2019-da. Deməli, pəncərənin sol kənarında slaydların kiçik eskizləri harda olacaq? Elə normal rejimdə. Biz PowerPoint-a daxil olanda fikir versizsə burada slaydların kiçik eskizləri göstərmiş olacaq. Mən məsəl üçün gəldim, enter düyməsinə vurdum. Fikir versizsə sol hissədə kiçik eskizlərimiz olacaq. Bu hardaydı dedik? Deməli, həmin bu normal rejimdə yerləşmiş olacaq. Baxırıq 11-ci test tapşırığına. Deməli, aşağıdakı proqramlardan hansı fayl və qovluqların disklərdə saxlanılması strukturları üzrə funksiyaları həyata keçirilmiş olacaqdır? Deməli, nə deyir? Fayl və qovluqların disklərdə saxlanılması strukturu. Müəyyən bir struktur harda olur? Təbii ki, bizdə aksesdə olmuş olacaq. Verilənlər bazasını izah edəndə qeyd etmişdik ki, məsəl üçün, relyasiya modelinə misal olaraq və yaxud da verilən ağacvari iyerarxik struktura misal olaraq qeyd etmişdik ki, məsəl üçün, kompüterdəki olan bir C diskidir. C diski də özündə müəyyən bir faylları, qovluqları, sənədləri, həmin bu fayl daxilində musiqi qovluğunu, hər biri deməli müəyyən bir strukturu, məsəl üçün, musiqi qovluğunu və yaxud da verilənləri, faylları saxlamış olacaqdır. Həmin qovluqlar və disklərin saxlanma strukturları elə aksesi özündə birləşdirmiş olacaqdır. Sonra deyirik, baxırıq növbəti sualımıza. Shift Alt yuxarı düyməsinin funksiyası nədən ibarət olmuş olacaqdır? Gəlirik ilə Word-ə daxil olaq. Shift Alt yuxarı deməli düyməsi. Deməli, gəldik ilə bura daxil olduq. Mən gəlirəm, Shift Alt və yuxarı düyməsindən istifadə etmiş olacağam. Deməli, Shift Alt yuxarı düyməsindən istifadə etdim, nə baş verdi? Gəlirik, baxırıq elə burada variantlara da baxacağam. Deməli, deyir ki, cari sətrin yerini bir mövqeyə yuxarı dəyişmiş olacaq. Məndə nə baş verdi? Yerini bir mövqeyə aşağı dəyişir. Cari abzasın yerini bir mövqeyə yuxarı dəyişir. Biz yuxarı getdik, yəni aşağı, gəlin variantlardan aşağılara çıxaq. Ümumiyyətlə, belə deyək də, heç bu variantlara bilmirsinizsə də sualı, burada yuxarı işarəsidir. Yəni, söhbət yuxarıdan gedirsə, biz necə aşağıya düşə bilərik? Deməli, baxırıq indi növbəti variantlara. Mən gəldim, deməli, əmrdən istifadə etdiyim zaman fikir veririksə, abzasın yerini, abzasdayıq, başlıqdayıq, abzasın yerini, deməli, buradan gəlirəm, yenidən göstərirəm. Shift Alt yuxarı düyməsi fikir verirsə, abzasın yerini yuxarı mövqeyə dəyişmiş olacaqdır. Bu da olacaq bizdə nə? Hansı variant olacaq? Abzasın yerini bir mövqeyə yuxarı dəyişəcək. O da olacaq nə? C variantı. 13-cü test tapşırığına baxırıq. Bu da protokollarla bağlı bir sualdır. POP3 və SMTP protokolları hansı internet xidmətlərinin təşkili üçün istifadə edilirdi? Təbii ki də bu elektron poçt üçün istifadə edilirdi. Poçtların qəbul edilməsi və göndərilməsi hardan idi? Bunları da deməli yadımızda saxlayırıq. Poçtları qəbul etmək üçün POP3 protokollarından, göndərmək üçün isə SMTP protokolundan istifadə etmiş oluruq. Daha sonra 14-cü test tapşırığına baxırıq. Min24 bu formada 512 pikselə malik olan fayl yaddaşda 256 kilobayt yer tutur. Bu təsvir neçə rəng çalarından ibarət olacaq? Bunu yaxşı-yaxşı baxırıq. Niyə rəng çalar deyir bizdə? Deməli, gəlirik piksellərimizin sayını qeyd edirik. Piksellərimin sayı nə idi? Deməli, 1024 vurulsun 512. Gəlirik, bunu 2 üstü ifadə şəklində yazırıq. Deməli, 1024 bizdə 2 üstü 10 idi. Gəlirəm, burada qeyd edirəm. 2 üstü 10 və vurulsun nəyə? 512 bizdə neçə olacaq? 2 üstü 9. Buradan qeyd etdim. Piksellərin sayını qeyd etdikdən sonra baxıram ki, yaddaşda tutduğu yer 256 kilobaytdır. Mən kilobaytdan bayta keçməliyəm. Kilobaytdan bayta keçmək üçün böyükdən deməli kiçiyə doğru keçirdim. Böyükdən kiçiyə doğru keçəndə 2 üstü 10-a vururdum. Yəni mən burada gələcəm hansı ifadəni? 256-nı 2 üstü 10-a vurmuş olacağam. Ümumiyyətlə biz gəlirik, bu yaddaşda tutduğu yer nə idi bizdə? 256 kilobayt. Yəni yaddaşda tutduğu yeri rəng çalarlarını tapmaq üçün. Rəng çalarları yazıram bura. Rəng çalarları nəyə bərabər olacaq bizdə? Gəlirəm buradan yazmağa çalışıram. Deməli, gəlirik, burada qeyd edirik. Nəyi qeyd edəcəyik? Dedik ki, 256 kilobaytdır. 256 özü nədir bizdə? 2 üstü 8-dir. Gəlirəm, 2 üstü 8-i buradan qeyd edirəm. Kilobaytdan da bayta keçəndə, deməli, 2 üstü 10-a vuracam. 2 üstü 8 vurulsun 2 üstü 10, bölünsün nəyə? 2 üstü 10 vurulsun 2 üstü 9-a. Buradan da deməli, ifadəmizi tapmış oluruq. 2 üstü 10 vurulsun 2 üstü 9. 2 üstü 9. Buradan qeyd etdik. Deməli, indi gəlirəm, ixtisarlarımı aparıram. 2 üstü 10'lar gedəcək. Və burada bir dənə, deməli, 2 qalmış olacaq. Burada 1 bölünsün 2 bizdə nəyi verəcək? 0,5 deməli, baytı vermiş olacaq. Deməli, 0,5 baytı tapdım. Baytı tapandan sonra bizdə axı burada rəng çaları deyil də. Biz bunu artıq bitlə ifadə etməliyik. Və yaxud da birbaşa ilə bitə keçə bilərdik əslində. Deməli, 0,5 bayt dediyinə görə biz baytdan bitə keçirik. Baytdan da bitə keçmək üçün 1024-ə vururuq. Yəni, 10'da 5'i 1024-ə vuranda mənə nəyi verəcək? Deməli, bu da mənə
4 biti vermiş olacaq. 4 biti verdi. Mən burada rəngimi tapdım. Amma məndən nəyi soruşur? Rəng çalarını soruşur. Rəng çalarını qeyd edir məndən. Rəng çalarda nəyə bərabər olacaq? Üstü n ilə ifadə etmiş oluruq. Yəni 2 üstü n, 2 üstü 4 bizə nəyə bərabər olacaq? 16 rəng çalarını almış olacaq. Bu da oldu nə? 16. Cavab da olacaq nə? A variantı. Baxırıq deməli 15-ci test tapşırığına. Sənəddə şərhlərin yerləşdirilməsi üçün hansı tabdan istifadə edilir? Office proqramlarına aid olan sualdır. Şərhlər. Ümumiyyətlə demişdim ki, nəyi əlavə ediriksə, mən öz tələbələrimə bu formada qeyd etmişəm. Nəyi əlavə edirdiksə biz insert tabında yerləşmiş olurdu. Şərhlərin yerləşdirilməsi deyil. Şərhləri biz bir insertdən, bir də review tabından əlavə edirik. Baxıram hansı var variantlarda review tabı burada yerləşmiş olacaq. Gəlirik burada Word-də yadımıza salırıq. Şərhlər bir insert tabından əlavə edilirdi. Fikir verirsə kommentariya bölməsindən, həmçinin də review tabından, buradan kommentariyalar qrupundan şərhlər əlavə edilmiş olurdu. Deməli, baxırıq 16-cı test tapşırığına. Elektron məktubu göndərərkən nəyi mütləq şəkildə göndərmək lazımdır, göstərmək lazımdır. Ümumiyyətlə, belə deyək də, elektron məktubu göndərərkən, təbii ki, mən məktub göndərirəmsə, kimə göndərəcəyimi mütləq şəkildə qeyd etməliyəm. Yəni, alanın elektron ünvanını mütləq şəkildə bilməliyəm ki, ona həmin o məktubu göndərə bilim. Deməli, baxırıq 17-ci test tapşırığına. Çoxlarının yaralı yeri. Arxivləşdirmə zamanı faylın ilkin həcmi 40% azalır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 25 megabit saniyə olarsa, ilkin həcmi 10.000 megabayt olan fayl arxivləşdirildikdən sonra ötürmək üçün neçə dəqiqə vaxt sərf edilmiş olacaqdır. Deməli, biz nəyə baxırıq burada? Belə məsələlərdə əsas işimiz nədir? Bizdə nəyi soruşur? Neçə dəqiqə tələb olunur? Amma gəlirəm birinci nəyə? İlkin həcmimizə baxırıq. İlkin həcmim nə qədərdir? 10.000-dir. Deməli, gəlirəm 10.000-in arxivləşdirmə zamanı ilkin həcmi 40% azalır deyir. 10.000-in 40%-ni tapmağa çalışın. Deməli, 10.000-i 40-a vurub 100-ə bölmüş olacam. Bu da mənə verəcək 4.000. Gəlin ilə birbaşa yazaq. Buradan yazdım 4.000. 4.000-i tapdım. 4.000-i tapandan sonra gəlirik bizdə ümumi dəyər nə qədər idi? 10.000-dən də deməli 4.000-i çıxmış olacam. Bu da mənə nəyi verəcək? Deməli, 10.000 minus 4.000 bizdə deməli gəlib verəcək 6.000-i tapmış olurum. Gəldim deməli ümumiyyətlə informasiyanın, faylın miqdarını tapmış oldum. Faylın miqdarı oldu bu qədər. İndi bizdə nə deyil? Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 25 megabit saniyə olarsa, deməli, saniyədə 25 megabit olur, belə deyək. İnformasiyanın ötürülməsi 25 megabit olur. İndi məndən soruşur ki, dəqiqədə nə qədər olur? Deməli, x-da da nə qədər olacaq? Saniyəmi bilmirəm, amma məndən dəqiqə ilə soruşur, sonda dəqiqəyə çevirəcəm. X-da da deməli olacaq 6.000. Gəlirik burada 6.000-i bölürük 25-ə. Deməli, 6.000-i 25-ə də böləndə bizdə nə verəcək? Elə burada megabaytda çevirməyimizə gərək yoxdur. Deməli, mənə verəcək 240-ı. 240 saniyə tapdım mən. Burada fikir versinizsə, çaşdırmaq üçün 240-ı da verirlər. Deməli, mən saniyəni tapdım. Amma fikir versinizsə, məndən neçə dəqiqə tələb olunur? 1 dəqiqə 60 saniyə olduğuna görə 240-ı da 60-a bölüb nəyi tapırıq? 4-ü tapmış oluruq. İlkin işimiz nə idi? İlkin həcmi götürdük, 40%-ni tapdıq. 40%-ni tapandan sonra da baxdıq ki, şəbəkə ilə ötürülən zaman saniyədə 25-dirsə, x-da da olacaq nə qədər tapdığım miqdar. Tapandan sonra da dəqiqəmi, saniyəmi soruşur, onu tapmış oluruq. Baxırıq 18-ci test tapşırığına. Cədvələ yeni sətr əlavə edilməsi hansı ardıcıllıqda düzgün qeyd edilmişdir? Ümumiyyətlə, cədvəllərə yeni sətrin əlavə edilməsi harda deyil? Word-də. Məsəl üçün, mən gəldim Word-də bir cədvəl əlavə edirəm. Tutaq ki, gəldik. Buradan gəldim. İndi gəlirik fikir veririksə, mən cədvəli əlavə edəndən sonra məndə 2 dənə tab açıldı. Deməli, loyot tabı bir də dizayn tabı açıldı. Yeni sətri necə əlavə edəcəm? Gələcəm loyotdan, əlavə tabdan, insert above, insert below var, insert left var, sətr sütunun, həmçinin də deməli, ümumiyyətlə sətrin sola, sağa, yuxarı, aşağıya doğru sütunların da həmçinin əlavə edilməsi burada yerləşir. Deməli, hara gəldim? Cədvəli əlavə edəndən sonra loyot tabında row column qrupuna gəlmiş oldum. Məndə də baxıram, nə idi variantlarım? Loyotda insert above. Fikir verirsinizsə, yeni sətrin əlavə edilməsi. Baxıram ki, elə loyot olan 2 dənə variant var. Right sol sağ bizdə nə idi? Above həmçinin buradan baxırıq. Yenidən qaydırıq. Buradan fikir verirsinizsə, yenidən bura qaydırıq ki, gözünüzdə öyrəşsin. Deməli, insert above yuxarıya doğru, below isə aşağıya doğru əlavə etmiş olacaq. Left right adından da göründüyü kimi sola sağa doğru hərəkət etmiş olacaq. Yəni sütunları əlavə etmiş olacaq. Deməli, gəldik insert above əmri vasitəsilə deməli, biz gəldik yeni sətri əlavə etmiş olduq. Bu da oldu nə? Y variantı. 19-cu test tapşırığına baxırıq. Deyir, uyğunluğu müəyyən edin. Digitizer, skanner və printerdir. Tətbiqi texniki proqram təminatı ilə bağlı olan sualımızdır.
Deməli, digitayzer nə idi? Qrafiki planşet idi bir növ. Deməli, digitayzerə hansı uyğun gəlmiş olacaq baxırıq. Digitayzer bizdə dediyimiz kimi xüsusi qələmlə ekranda yazılan məlumatları olduğu kimi kompüterə daxil etmək üçün istifadə edilirdi. Ümumiyyətlə, digitayzer özü daxil etmə qurğusu idi. Deməli, 1-ə gedəcək nə? C variantı. Daha doğrusu buradan qeyd edirəm, 1-ə getdi C variantı. Skanerlər nə olacaq? Skanerlər demişdik ki, əl ilə işləyən və stol üstü olmaqla 2 növə ayrılmış olurdu. Bu da olacaq nə? 2-yə gedəcək D variantı. Artıq baxıram ki, 1-ə C, 2-yə D gedən hansı variant var? 1-ə C, 2-yə D gedən. Burada məsəl üçün 1-ə həm də C gedib, həm D gedib. 1-ə C, 2-yə D gedən. Buradan fikir verirəmsə, sadəcə bu variant uyğun gəlmiş olacaq. İndi baxıram, növbəti nə idi? Printerlər. Printerlər də bəli, zərbli və zərbsiz olmaqla 2 yerə bölünmüş olacaqdır. Bu da nə oldu? 3 də B variantı, yəni 19-a A variantı uyğun gəlmiş olacaq. 20-ci test tapşırığına baxırıq. Aşağıdakı cədvələ əsasən sual sayı 20. OR nə idi bizdə? Məntiq operatorlarımız idi. OR və ya demək idi. Əmsal isə 1 və yekun 15-ə bərabər olan sorğusuna cavab verən yazıları müəyyən edin deyir. Deməli, indi baxıram. Birinci verilənlərimizi həzm etməyə çalışırıq. Deməli, deyir ki, sual sayı 20 və ya sual sayı. Gəlirəm sual sayına. 20 və ya olsun, əmsal bərabərdir. 1 və yekunumuz 15-ə bərabər olsun. Deməli, yekunumuz ənd nə idi? Net şəkildə olmalıdır. Konkret şəkildə ödənməlidir ənddə. Yekunumuz deməli 15-ə bərabər olmalıdır. Gəlirəm yekundan 50-nin olduğunu çıxıram. Burada fikir versə 40 var, 30 var, bunları çıxdım. Deməli, 1 ilə 3 uyğun gəlməyəcək. 1 ilə 3-ü variantlardan çıxıram. Elə fikir verirsinizsə 1 ilə 3-ü variantlardan çıxdıqdan sonra cavabım nə qalacaq? A variantı qalmış olacaq. Gəlin digərlərin də doğruluğunu yoxlayaq. Deməli, yekun 15-ə bərabərdir. Burada fikir verirsə 2, 4, 5 uyğun gəlir. Amma digərlərinə baxaq. Əmsal nəyə bərabər olmalıdır? Əmsal 1-ə bərabər olmalıdır. Əmsalın 1-ə bərabər olmadığını buradan çıxırıq. Burada fikir verirsə əmsalın 1-ə bərabər olduğu 2 və 5 olacaq. Yəni, ənd net şəkildə ödənməlidir verdiyi. Orada isə, yəni, ya 20-yə bərabər, ya 20-dən böyüyü, ola da bilər, olmaya da bilər. Yəni, şərt bu şəkildə olur. Burada da fikir verirsə, məndə 20-yə fikir verirsə, burada bərabər deyil. Yəni, ola da bilər, olmaya da bilər. Dediyim kimi, 2 və 5, 2 dənə 5-i götürdük. Onda biz əsas nəyə baxırıq? Bunu yadınızda saxlayırsınız. Əndin qəti şəkildə, mütləq şəkildə ödənməsinə baxırsınız. O, yəni, ödəyə də bilər, ödəməyə də bilər. Cavab oldu nə? A variantı. 21-ci test tapşırığına baxırıq. Kitabın hər səhifəsində 32 sətr və hər sətrində 64 simvol yerləşirsə, onda IC kodlaşmasında 240 kilobayt həcmli faylda maksimum neçə səhifə yerləşmiş olacaqdır. Deməli, baxırıq. Düsturumuzu yadımıza salırıq. Ümumiyyətlə, mətn tipli informasiyaların kodlaşdırılması üçün hər şey bir-birinə vururduq. Belə desək, Loro dildə desək, deməli, sətr sayı vurulsun. Sətr sayı vurulsun. Simvol sayı vurulsun. Səhifə sayı. Buradan qeyd edək. Sətr sayı vurulsun, simvol sayı vurulsun, səhifə sayı vurulsun, kod, yəni hansı standartdadır. Mən də baxıram ki, IC-dədir. IC-dədirsə 1-ə vuracaq, növbəti verilənin qiymətini də byte-la ifadə etmiş olurduq. Burada da məsələn V həcm qeyd etdim. İndi gəlirəm, hər səhifədə 32 sətr var. Sətrim nə qədər olacaq? 2/5. Bizdən də səhifənin sayını soruşur. Deməli, gəldim, sətrimin sayını qeyd etdim. Daha sonra burada qeyd edir. Hər sətrində 64 simvol var. 64 bizdə nəyə bərabər idi? 2/6-ya. Deməli, sətrimi qeyd etdim, simvolumu qeyd etdim, IC isə 1-ə vuracaq və bizdən nəyi soruşur? Səhifə sayını soruşur. Səhifə sayı bizdə X-dır, yəni sual qoyacağım. Kod olduğuna görə 1-ə vururduq və nəticədə həcmimiz nəyə bərabərdir? 240 kilobayta bərabərdir. Kilobaytdan bayta keçməliyəm. Kilobaytdan bayta keçəndə nə edirdik? Gəlirdik biz burada 2/10-a vururduq. 2/10-a vuracağım. Böyükdən kiçiyə doğru keçəndə, yəni vururduq. Burada sual işarəsi nəyə bərabər olacaq? Yanındakılar aşağı düşəcək. 240 vurulsun, 240 vurulsun, 2/10 bölünsün nəyə? 2/5 vurulsun, 2/6. Yəni 2/11-ə bölmüş olacaq. Yəni əsaslar qalırdı, üslər toplanırdı, bilirik vurma zamanı. Deməli, gəldik. Bunları ixtisar aparsam, aşağıda bir dənə 2 qalacaq. Bu da ixtisar olmadı, tamamilə silmiş oldu. Deməli, bu oldu, aşağıda dedik 2/11 olur. 2/11 ilə ixtisar aparanda da aşağıda bir dənə 2 qalırdı. Aşağıda bir dənə 2 qalırdı, 240 bölünsün. 2 də bizə nəyi verəcək? Deməli, 120-ni vermiş olacaq. Cavabımız nə oldu? 120 bayta bərabər olmuş oldu. Bu formada, buradan da belə ixtisarlara aparaq ki, tam olaraq nəyi tapdığımızı bilək. Cavab oldu 120 bayt. 22-ci test tapşırığına baxırıq. Verilənlərin hansı ardıcıllıqla icra etsək,
həmin bu fayl yolu əmələ gəlmiş olacaqdır. Ümumiyyətlə bilirik ki, bizdə faylın yolunda əsas nə idi birinci? Birinci diskimiz olmalıdır da. D diskinin cari disk etməli. Birinci gəlirik D diskini yaratmış oluruq. Cari disk edirik. Daha doğrusu burada mən rəqəm şəklində qeyd etməliyəm. Birinci deməli gəlirik diskimizi qeyd edirik. Diskim nə idi? 5. Diskimi yaradandan sonra. Növbəti işim nədir? Town qovluğunu yaratmaq. Həmin bu qovluğu yaratmalıyım. Deməli, növbəti işim 2-ni icra etmək olacaq. Həmin bu qovluğu yaratdıqdan sonra, qovluğu yaratmalı, ondan sonra həmin bu, daha doğrusu, town qovluğunu yaratdıq. Həmin bu qovluğu yaradandan sonra növbəti işimiz nə olacaq? Yaradılmış qovluğa daxil olmalıyıq da. Daxil oluruq yaradılmış qovluğa. Qovluğumuza daxil olandan sonra növbəti hissəmiz nədir? Street hissəsi. Street qovluğunu yaratmalıyıq, daha sonra ona daxil olmalıyıq. Bunu fikir verirsə ümumi şəkildə verir. Yəni burada çaşdırmırıq. Daha sonra növbəti hissə 3-cü hissə gəlir. 5, 2, 4, 3. Daha bizdə nə qaldı? 1 qalmış olacaq. Bir də ki, növbəti sonda genişlənmənin yaradılması olacaq. 5, 2, 4, 3, 1 düzgün variantımız olmuş olacaq. Deməli, gəldi 23-cü test tapşırığına. Kompüterin əsas xarakteristikalarına baxırıq. Aid olmayanları soruşur. Bunu yaxşı-yaxşı fikir verir. Sualı düzgün şəkildə oxuyuruq. Deməli, əsas xarakteristikalarına aid olmayanlara baxırıq. Kompüterin tutduğu sahə. Elə kompüterin tutduğu sahə əsas xarakteristikasına aid edilməyəcək. Bizdə əsas xarakteristikalarımıza nələr aid edir? Tutum idi, əmrlər sistemi idi. Deməli, gəlirəm bunları çıxıram əsas xarakteristikalarıma. Sonra baxıram, istehsal edən kompaniya əsas xarakteristikası deyildi. Xarici qurğuların sayı. Xarici qurğuların sayı, bəli, bura aid edilirdi. Aid olmayanı soruşur. Bir də nə var idi bizdə? Hesablama dəqiqliyi və təsvirin keyfiyyəti. Hesablama dəqiqliyi əsas xarakteristikasına aid edilirdi. Təsvirin keyfiyyəti bura aid deyil. Yəni, kompüterdə təsvirin keyfiyyətli və keyfiyyətli olması əsas xarakteristikaya aid edilməyəcək. Belə bir şey də görməmişik. 1, 4, 5, 7 deməli bizim düzgün variantımız olmuş olacaqdır. 24-cü test tapşırığına baxırıq. Excel ilə bağlı belə bir sualdır. C13 xanasının deməli yazılacaq qiyməti müəyyən edin. Yəni C13 nə idi? Bunun qiymətini bizdən soruşur. Mən gəlirəm, fikir verirəmsə, C13-ü tapmağım üçün C13 buradadır. Burada fikir verəcəksə C10, C12 aralığını bilməliyəm. Yəni mən bu aralığı bilməliyəm ki, mən burada C13-ün qiymətini tapa bilim. Aralığı hardan bildik? Ortada qoşa nöqtə var. Amma məsəl üçün nöqtə virgül, tək virgül olsaydı, sadəcə C10-dan C12-nin qiyməti mənə lazım olacaqdı. Hal-hazırda belə diapazon şəklində verdiyinə görə mənə C10, C11, C12-nin qiymətləri, yəni hər üçünün qiyməti mənə lazımdır. Baxıram, birinci gəlir nə? Count A. Count A gəlir A10-dan B14 aralığı. Count A nə idi? Dolu xanaların sayını bizə tapmış olurdu. Deməli, A10-dan B14-ə kimi. Yəni B14-ə kimi. Bura kimi olan bütün xanaların sayını tapıram. 1, 2, 3, 4, 5. Burada da 5. Deməli, 10 dənə xanamın sayını tapmış oldum. Deməli, C10-un qiyməti məndə elə ona bərabər olmuş olacaq. Sonra maksimum statistika funksiyamızdır. A10, A14 arasında diagonalında tap deyir. Maksimum nə idi? Həmin aralıqdakı olan maksimum ədədin seçilməsi. Yəni A10, A14 arasından maksimum ədəd hansı olacaq bizdə? Deməli 8 ədədi olmuş olacaq. Niyə görə? Çünki bu mətin tipli verilən olaraq bunu qəbul etmiş oluruq. Product gəlir bizdə hasilin tapılması. Product hasili tap. Harda? A12, B13 aralığında. Deməli A12, B13 aralığında deməli deyir product hasili tap. Yəni bu aralıqda hasili tapmış olacaq. Bu da olacaq 12 vurulsun 40, 480 ədədi verəcək bu bizə. O hissə bizə 480-i verdi. Sam cəmlə, sonda da ki bu ədədləri cəmləmiş oluruq. Bu da nə olacaq? 480, 498. 498 ədədini vermiş olacaq. Cavabımız oldu nə? 498. 25-ci test tapşırığına baxırıq. Uyğunluğu müəyyən edin deyir. Windows 10 əməliyyat sistemi ilə bağlı olan belə bir sualdır. Deməli, sualda bizdən nəyi soruşur? Açıq sualdır burada. Deyir ki, belə bir hissə verib və deyir ki, uyğunluğu müəyyən edin. Deməli, Windows əməliyyat sistemində həmin bu pəncərə bizim qarşımıza harda çıxmışdı? Deməli, gəlirik, burada fayl bölməsinə daxil oluruq. Fayl bölməsinə daxil olandan sonra Change Folder and Search optionu daxil olduğumuz zaman bizim qarşımıza belə bir pəncərə çıxmış olacaq. Elə həmin pəncərədir. İndi bizdən nəyi soruşur? Baxırıq. Gəlir, deyir ki, bizdə uyğunluğu müəyyən edin. İç-içə yerləşmiş qovluqların hər birinin ayrı-ayrı pəncərədə açılmasına təmin edir. Eyni pəncərədə açılmasına təmin edəcək. Əməliyyat sisteminin məlum olan faylların ad genişlənməsini əks etdirmiş olacaqdır.
Eyni pəncərə, ayrı pəncərə. Bunları qeyd etmişdik. Burada fikir verirsinizsə, əslində ən rahatı bunlar idi. The same nə olacaq? Eyni pəncərə olmuş olacaqdır. Baxıram, eyni pəncərə hansı variantdaydı? Eyni pəncərə 2-də idi. Deməli, 2-yə S gedəcək. Buradan qeyd edirik. Bir də bizdə ayrı pəncərədə açılmasını təmin edirdi. Ayrı pəncərə olduğuna görə, elə burada fikir verirsə, the same eynidirsə, its own window isə bizdə ayrı pəncərədə açılmanı təmin etmiş olacaq. Deməli, 1-ə gedəcək D variantı. Növbəti hissə bizdən nəyi soruşurdu? Əməliyyat sisteminin məlum olan fayllarının ad genişlənmələrini əks etdirmiş olacaqdır o. Bizdə hansı hissə olacaq? Bizdə həmin hissə, deməli, həmin bu view, görünüş rejimində əks etdirilmiş olacaqdır. Deməli, orada nə olacaq? 3-ə də A variantı getmiş olacaq. Gəlin, baxaq 3-ə də. Buradan sizə də aydın olmuş olsun. Deməli, baxırıq burada view bölməsinə. Fikir verirdisə, biz burada Windows əməliyyat sistemində müəyyən hissələrdə, mən də məsəl üçün bura baxıram öz faylıma. Öz faylımda fikir verirsinizsə, sənədlərimdə burada qısa yolları qeyd etməyib. Yəni, hansı genişlənməyə malik olduqları qeyd edilməyib. Mən gəlib həmin o hissəni aktiv etmək üçün gəlirdik bu view bölməsinə daxil olurduq. Deməli, məsəl üçün mən burada gəlirəm nəyə? Burada fikir verirsinizsə, gizlədilib. Nə? Faylın tipi burada gizlədilib. Mən gəlib bunu aktiv etsəm, OK düyməsinə vursam, fikir verirsə, faylların genişlənmələri burada gəlib çıxmış olacaq. Yəni, həmin bu gizlədilmə, görünmə bölməsini də oradan etmiş oluruq. Bu da bizə aydın olmuş oldu. Bununla da deməli 25-ci sualın izahına baxmış olduq.